Dil bədənə nə daxil olacağını səssizcə müəyyən edən kiçik, lakin güclü bir əzələ orqanıdır. İlk baxışda sadə görünür, amma onun səthi minlərlə dad reseptoru ilə örtülüdür və hər biri müəyyən kimyəvi siqnalları aşkar etmək üçün yaradılıb. Hər bir qida tikəsi zamanı ayrılan molekullar tüpürcəkdə həll olur və bu reseptorlara bağlanır. Şirin, duzlu, turş, acı və umami 5 əsas dad növü hər biri bədənin nə qəbul etdiyini haqqında məlumat daşıyır. Dad sadəcə zövq deyil, o qorunma üsuludur. Şirin enerji siqnalıdır. Duzlu balansı qoruyur. Turş xarab olma ehtimalını xəbər verir. Acı potensial zəhərləri aşkar edir. Umami zülali, yəni həyatın əsas tikinti materialını tanıyır. Amma dad tək işləmir. Dildən gələn siqnallar qoxu, temperatur və tekstur ilə birləşərək tam dad hissini formalaşdırır. Qoxu olmadıqda dad zəifləyir və təcrübə natamam olur. Dad reseptorları daimi deyil. Onlar hər bir neçə həftədən bir yenilənir və bu da davamlı təsirə baxmayaraq həssaslığı qoruyur. Dil eyni zamanda beyinlə ünsiyyət qurur. İstək ehtiyacı göstərir, ikrah isə təhlükəni bildirir. Seçimlər yaddaş, mədəniyyət və təcrübə ilə formalaşır. Dad isə uyğunlaşır. Bir vaxtlar çox güclü hesab edilən dadlar zamanla yumşala bilər. Əvvəllər qəbul etmədiklərini isə zamanla tanış və hətta sevilən ola bilər. Dil sadəcə bir hiss orqanı deyil, o qapıçı kimidir. Bədənin nəyi qəbul etdiyini, nəyə müqavimət göstərdiyini və nəyin sənin bir hissənə çevrildiyini müəyyən edir. Dad bədənin dünyanı molekul-molekul qiymətləndirmə üsuludur.